Ayətullahül Üzma Behçət, pakların pakı, təqvalıların təqvalısı Ayətullah Seyyid Əli Xamneyi Tehrandan durub Quma gəlirdi, deyirdi, mənə vaxt ayır. Oğlu deyirdi, bizi otaqdan çıxardırdı Ayətullah Behçət, təkbətək Ayətullah Xamneyi ilə qalırdı. Mən görmüşəm tələb olanda gözümlə. Minlərlə, yüzlərlə kilometr kənardan İranın şəhərlərindən Quma gəlirdilər, bir dəfə Ayətullah Behçətin arxasında bir namaz qıla bilsinlər. Ki ömründə 2 rükət namaz qiyamətə dil çatdıra bilsək, pak, təmiz qəbul olunmuş hədisdə var, insanın bəsidir. Ayətullah Behçətin namazı qəbul olan namazlardandır. Bizim də namaz ondan biridir, arxasında qəbul olar. Ayətullah Xamneyi Quma gələndə 90 yaşında kişi, o da cəmaət kimi xüsusi qapıdan yox, xüsusi qonaqları yerindən yox, çıxır Ayətullah Xamneyin pişvazına qarşılamağa, ona şagirdlər deyirlər ki, ağacan, sən ağsaqqal kişisən, mərcəsən, özün müştəhidsən, 90 yaşın var, sən bəlkə evdə ələşəsən, ya başqa, deyir, xeyr, əgər cəmaət bilsəydi, bu seyyidin qarşılanmasında, Ayətullah Xamneyin qarşılanmasında nə savab var, heç kəs evdə ələşməzdi. Bunu Ayətullah Behçət tanıyırdı.